Salam hörmətli tamaşaçılar, gündəm verilişi növbəti buraxılışı ilə efirdədir. Bu dəfə əmək hüquqlarından danışacağıq. Bilirsiniz ki, əmək hüquqları Azərbaycan Respublikasının Əmək Məcəlləsi və digər qanunvericilik aktları ilə tənzimlənir və həyata keçirilir. Bəzən elə hallar yaşanır ki, idarə və müəssisələr Azərbaycan Respublikasının söykəndiyi qanunvericilik aktlarına əməl etmirlər və yaxud da əməl etmək istəmirlər. Şəxslər var ki, oturduqları stola əlində olan möhürdən istifadə edərək bəzi işçiləri qanunsuz şəkildə işdən azad edirlər. Elə bugünkü verilişimizin qonağı olan Taleh Babayev də məhz özünü iddia etdiyinə görə və eyni zamanda bizim araşdırmalarımıza əsasən qanunsuz olaraq işdən azad edilənlərdəndir. Bu şəxs SOCAR-ın tərkibində olan Salyan Oil şirkətinin əməkdaşı olub. Bir qədər əvvəl isə heç bir əsas və səbəb göstərilmədən işdən azad olub. Gəlin elə birinci növbədə Taleh Babayevin özünü dinləyək. Niyə və hansı səbəblərdən işdən azad edilməsinə bir aydınlıq gətirsin. Taleh bəy, buyurun. Sizi salamlayıram İlham müəllim. Mən Babayev Taleh Rahiloğlu, Salyan rayon Kərimbəli kəndində yaşayıram. Yeni yaşadığımız ərazidə GL şirkətlər qrupuna məxsus olan törəmə şirkət Salyan Oil şirkətində 8 il idi ki, mühafizə xidmətində çalışırdım. Mühafizə xidmətində əvvəlcədən sıra mühafizəsi kimi olsam da, sonradan əldə etdiyim nailiyyətlərə əsasən mən növbə rəisi vəzifəsinə qədər qalxmışdım. Yəni, növbə rəisi də çalışırdım. 2024-cü ilin iyul ayında şirkətin iki ərazisi var. Kürsəngi və Qarabağlı neft yataqları. Kürsəngi neft yatağında bizim postlarımızdan birində Quliyev Kənan adlı mühafizəçimiz oğurluq etmiş. Bir qrup şəxslə bərabər, əlbir olaraq mütəşəkkil cinayətkar qrup yaradaraq şirkətin istismar müddəti bitmiş borularından oğurlayaraq bəzi bilməm hardasa satırlar ya nəsə eləyirmişlər. Gəl belə deyək də, siz çox ciddi ittiham irəliləyirsiniz. Məhkəmə qərarı olmadan şəxsi cinayətkar və yaxud da mütəşəkkil dəstənin üzvü kimi dəyərləndirmək biraz ədalətsiz və qanundan kənar olur. Sizin əlinizdə elə bir sənəd varmı ki, həqiqətən də o şəxslər o ərazidə uğurluq ediblər və mütəşəkkil dəstə yaradıblar? Salyan rayon prokurorluğunun da verdiyi rəylər var mənim əlimdə. Salyan rayon polis şöbəsində verdiyi rəylər var mənim əlimdə. Yəni, istintaq orada olub, Salyan rayon prokurorluğundan. Sonra da iş orada da bilmirəm. Hansı səbəblərdənsə işə xitam verilib. Təqsirləndirilən şəxs müəyyən edilmədiyi səbəblərdən. Yəni, burada hal-hazırda prokurorluğun sənəti də var. Burada prokurorluğun sənətində də elə göstərir. Salyan rayon prokurorluğu. Bəli, Salyan rayon prokurorluğu mənim olunan oğurluqla heç bir əlaqəm olmadığım burada bax, açıq aydın şəkildə burada göstərir. Və eyni zamanda... Nə yazır prokurorluğun sənədində? Prokurorluğun sənədində yazıb ki, bizim ona göndərdiyimiz elə sorğuya əsasən bildirib ki, Salyan Oil Limited əməliyyat şirkətinin Salyan rayon ərazisində yerləşən ərazi və ambarlarındakı əmlakın həmin şirkətin sabiq işçisi Salyan rayon Kərimbəli kənd sakini Babayev Taleh Rahiloğlu tərəfindən oğurlanması və ya mənimsənməsi barədə Salyan rayon prokurorluğunda cinayət işi istintaq olunmamış, ilkin yoxlama materialları araşdırılmamışdır. Sorğunuzda adı keçən Quliyev Kənan, yəni oğurluğu törədən şəxs, Quliyev Kənan Yaşar oğlunun təqsirləndirilməsinə dair rayon prokurorluğunda istintaq olunmuş. Cinayət işi üzrə Taleh Babayevin cinayətlə əlaqəsi müəyyən edilməmişdir. Mən də yəni bu sənədlərə yəqin ki, siz də baxdınız ki, mənim dövlətin hüquq mühafizə orqanlarının verdiyi burada rəylər var, verdiyi sənədlər var ki, rəsmi olaraq ki, mənim bu oğurluqla heç bir əlim, əlaqəm yoxdur. Sadəcə şirkətdə bəzi rəhbər şəxslərin
Bəzidən də kimi, bəlkə konkret var. Nahid Nuriyev, icraçı direktor Nahid Nuriyev. Salyan Oğuz. Bəli. Ondan sonra Vahid İmanov. O kimdir? İcraçı direktorun köməkçisidir. Bəzi rəhbər şəxslərin mənə qarşı qərəzli mövqeləri var idi. Səbəb nədir? Sizdən... Səbəb odur ki, mən o keçən ilin hələ bu insidentdən 2 ay qabaq, keçən ilin 2024-ün may ayında mən şirkətin prezidenti Asif Zeynalova mən məktub ünvanlamışam. Hadisədən əvvəl? Bəli, hadisədən 2 ay əvvəl mənə qarşı olan şirkətdə mənə qarşı olan qərəzli mövqe, mənə qarşı olan aqressiyalar barədə şirkətdə bəzi rəhbər şəxslərin, eləcə də Nahid Nuriyevin mənə qarşı olan aqressiyası, mənə olan qərəzli mövqeyini mən orada açıq-aydın şirkətin rəhbəri Asif Zeynalova mən məktubla bildirmişdim. Təəssüflər olsun ki, heç bir əsas olmadı. Yəni, siz özünüz müəyyənləşdirə bilmişsinizmi ki, niyə icraçı direktor sizə qarşı qərəzlidir və ya haqsızdır? Qərəzli odur ki, indi mən o regionda yaşayıram, İlham müəllim. O regionun ekologiyası, fauna florası mənim özüm üçün, ailəm üçün, gələcəyimiz üçün, övladlarımız üçün, ərazidə yaşayan hər kəs üçün önəmlidir. Bu şəxslər, mən orada aşkar elədiyim ekoloji, texnoloji pozuntular ki var idi, mən onları gün işığına çıxardırdım. Yəni onları gizlətmirdim. Bizdə qrup yaradılmışdı. Bizim şirkətin rəhbəri, bizim şirkətin... Bizim görüşlər artıq onu göstərir. Bəli, bəli. Bax, həmən o ekoloji pozuntular, bax, bu pozuntular ki, mən aşkar edirdim və onları gizlətmirdim. Bu da bu icraçı direktora və onun ətrafındakı bir neçə şəxsə pis təsir edirdi. Ona görə ki, bu onların səhlənkarlıqlar ucbatından bu proseslər baş verirdi. Yəni, torpağın çirklənməsi, ekoloji vəziyyətin ağırlanması. Belə götürək, qoruğa gedən böyük bir su kollektoruna aparıb xam nefti boşaldırlar. Yəni mən bunu aşkar... Yəni elə deyirsiniz. Bəli, yəni, orada faktlar var. Mən o video materialları mən təqdim eləmişəm. Bax, orada görsədir. Orada, baxın, görürsünüz, yiyəsizlikdir. Bax, ölkəmizin sərvətini gör necə, bax, yerlərə, ayaqlar altına. Bax, atırlar. Bax, bu vəziyyət bu idi. Mən bunları gün işığına çıxartdıqca, mən bunları... Onları belə təmizləyib, müəyyən filtrasiya edib, təkrar emala verir. Sadəcə onun üstünü torpaqla bastırırdılar. Yəni o da yay aylarında bu günəşin... Nəhid icraçı direktorun adı? Nahid Nuriyev. Yəni Nahid Nuriyev belə bir hərəkətlərə yol verdi deyirsiniz? Bəli, bəli. Bax, bu fakt onun işlədiyi dövrlərdir. Bax, o gəlib, o işləyəndən bax bizdə bax bu vəziyyət, bax bu vəziyyətə düşdü. Yəni biz öz başınalıqdır da, baş alıb gedirdi. Ona görə ki, işləyən işçiləri bir şəkildə nə yollansa, bax, onları əzirdilər və onları sıradan çıxardırlar, necə mənim kimi. Bax, fakt göz qabağındakı etmədiyim oğurluğa görə ölkəmizdə hüquq mühafizə orqanlarının qərarları sizin gözünüzün qabağında. Yəni, belə ağırlı vəziyyətlərə etiraz etdiyinizə görə sizə qarşı... Mən o, belə deyir, ekoloji, texnoloji pozuntuları mən aşkar elədikcə, bu Nahid Nuriyev və onun ətrafındakı bir neçə şəxsin aqressiyasına səbəb olurdu. Çünki onlar şirkətdə yəni, işi sağlam qura bilmirdilər ki, iş səviyyəsini o qədər aşağı səviyyədə aparırdılar ki, yəni o hadisələr baş verirdi. Salyan şirkətində boru oğurluğunda şübhəli bilinərək Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddənin C bəndi ilə işdən azad olmuşam. Yəni bu göründüyü kimi mənə qarşı Əmək Məcəlləsinin ağır maddəsi tətbiq edilməklə peşəkar fəaliyyətimə və 2 övlad atasının gələcək taleyini sual altında qoymuşdur. Oğurluq faktından sonra GL şirkətinin rəhbərliyi şirkətdə məxsus 2 ambarda inspeksiya keçilmiş və ümumilikdə 175 boru yox, 402 sayda borunun yoxa çıxdığını müəyyən etmişdir. Yəni, yoxlama apardılar ki, bunların
əslində 402 sayda boruları yoxdur. 175-in deyək ki, o adını çəkdiyiniz insan və digərlərini kim olur? Gelib üzbəüz görüşmək daha effektiv olar. Düzdür, biz Sokarın mətbuat xidmətinə zəng elədi, təəssüf ki, bizim telefonlarımıza cavab vermədilər. Sokarla, bizim şirkətin Sokarla əlaqəsi var. Yəni bizim Sokar bizi öz işçisi kimi belə götürəndə heç bəlkə də tanımır. Ona görə ki, biz GL şirkətlər qrupuna və Salyano ilə aid işçilər. GL şirkətlər qrupunun yaxşı rəhbərliyinə müraciət edib görüşdüm. Dəfələrlə müraciət etdim. Kimdir ki, oranın rəhbəri? Asif Zeynalov. Onunla görüşmək istəmədi, yoxsa bəli, Asif Zeynalova dəfələrlə mən müraciət etdim, məktub ünvanladım. Belə poçt vasitəsilə də, nə bilim bu WhatsApp vasitəsilə də, e-mail vasitəsilə də dəfələrlə məktub ünvanladım. Amma əfsuslar olsun ki, heç bir nəticə əldə olunmadı. Görüş istəyiniz olub? Bəli, olub. Alınmayıb deyirsiniz? Xeyr, görüş istəyim olub və alınmayıb. Dəfələrlə istəmişəm, qəbul etməyiblər. Gəl belə deyək də, siz deyirsiniz ki, o adını çəkdiyiniz şəxslər var, hansı ki, birinci mərhələdə oğurluq hadisəsinin o şəxslər tərəfindən törədildiyi aşkarlanıb, haqlarında polisdə və prokurorluqda araşdırmalar həyata keçirildi. Bu müddətdə, deyəsən, o proses getdiyi müddətdə sizi işdən kənarlaşdırıblar, elədirmi? Bəs onların, deyək ki, bu işdə, yəni bu oğurluq hadisəsində adları keçmədiyi, ümumiyyətlə bunlar günahsız olduğunu o sənədlərlə, yəni istintaq sənədlərlə sübut edilir. Yəni xitam verilib bunların cinayət işinə də. Yaxşı, onlar öz mükafatlarını aldılar. Sizin mükafatınız heç nə oldu? Yəni sizi işə qaytarmadılar? Xeyr. Mən dəfələrlə müraciət elədim ki, yəni mən göründüyü kimi burada heç bir günahım yoxdur, əlim, əlaqəm yoxdur. Yəni bunu hüquq mühafizə orqanları da təsdiq edir. Yəni şirkət tərəfindən. Nə deyirlər siz? Siz təkrar müraciət etdiniz ki, ilk öncə mənə bir şirkətin hüquqşünası Hafiz Dünyamaliyev tərəfindən mənə bir smariz gəldi. Yəni belə deyək, xəbər göndərdi ki, xoşluqla gəlsin, yazsın, öz xoşu ilə getsin, yoxsa onun belə deyək də statya vurub onun belə deyək, Turdavoyun korlayacaq. Bəs ölkəmizdə bir əmək müfəttişliyi var. Mən əmək müfəttişliyində və Milli Məclisin sizin rayon üzrə deputatı var. Rayon üzrə deputatımız Sadiq Qurbanova düzdür, müraciət etdi. Sizin deputatdır? Bəli, Sadiq Qurbanov, bəli, elə deyəsən, elə Milli Məclisdə sizin... Bəli, bizim deputatımızdır və... O sahə üzrə deyəsən, komitə sədridir. Komitə sədridir, çox hörmətli deputatdır. Çox gözəl insandır, çox sağ olsun, məni dinlədi. Qəbulunda olmuşsunuz? Bəli, mən qəbulunda olmuşam, məni dinlədi, çox gözəl də dinlədi, sağ olsun, anlayışla qarşıladı və o anladı ki, mənim bu hadisədə heç bir günahım yoxdur. Yəni bu cinayət işi ilə bağlı mənim heç bir əlim əlaqəm yoxdur. Və may ayının 5-də bizim şirkətin prezidenti Asif Zeynalovun şirkətin ofisində bizim deputatımız, hörmətli deputatımız Sadiq müəllimlə görüşləri oldu. Və Sadiq müəllim orada açıq, aydın şəkildə şirkətin prezidenti Asif Zeynalova mənim barəmdə açıq, aydın şəkildə öz iradını bildirib. Bildirib? Bəli, bildirib ki, mən Sadiq müəllim bilir axı, o özü savadlı adamdır, özü... Bu deputatın iradından bir nəticə olmadı? Xeyr, əfsuslar olsun ki, orada bəli, söz verib şirkətin prezidenti ki, bəli, həll eləyərik, işinə qaytararaq. Amma ki, əfsuslar olsun ki, bax, burada mən deyəm, təəssüflə bildirirəm ki, Salyano şirkətinin fəaliyyəti dövründə rayonun ekosisteminə ciddi zərər dəymiş və onun fauna florası zərər çəkmişdir. Bunu təsdiqləyən video materiallar mövcuddur. Eyni zamanda texnoloji proseslərə əsassız şəkildə müdaxilələr nəticəsində isə bir çox quyuların neft verimi azalmış və ya neft quyuları fəaliyyətini tam dayandırmışdır. Var o video sizdə, var hal-hazırda telefonunuzda?
Quyuların O videodan başqa fərqlisi var? Bir təqdim edək. fərqliləri var, çoxdur fərqlər. Sadəcə neft, mən onu belə göstərə bilərəm ki, yəni bir yoxlama qrupu tərəfindən gedib gəlsə, mən onlara quyuların nömrəsini deyərəm. Hardan gəlməsini arzu edirsiniz? Mən arzu edərəm ki, SOCAR-dan ya prezident aparatından, hardansa böyük bir nöqtələrdən gəlsin ki, mən qardaş onlara bütün bu materialları təqdim və həmən quyuları ki, harda ki quyular batırıblar bunlar, mən həmən quyuların da nömrəsini, yeri ilə göstərə bilərəm ki, bu Nahid Nuriyevin, bax burada fəaliyyətdə bunu deməyə, şirkətdə iş prosesində apardığım müşahidələr, qeydə aldığım video materialı, eləcə də Çin şirkəti Salyan Oil-da operator olduğu dövr ilə müqayisəli baxışım əsas verir. Sadaladığım faktlar mənim Salyan Oil şirkətində şərlənərək işdən çıxarmağıma birbaşa əsasdır. Təkrar o videonu göstərsinlər. Doğrudan da çox mən pis oldum. Belə bir acınacaqlı bir vəziyyət hökm sürür. Bu hansı ərazidə yerləşir Talib bəy? Bax bu Kürsəngi ərazisində yerləşir. Bax buralar Kürsəngi ərazisidir və orada eyni zamanda Qarabağlı və ümumi 2 yataqda çəkilən kadrlardır. 2 yataqda çəkilən kadrlardır. O gölməçəni göstərəcəm. Siz deyirsiniz ki, o xam nefti o gölməçələrdə bastırırlar. Bax görürsüz. Bax görürsüz, bax buradan nəzarətsizlik nəticəsində xəttlərdən buraxıb, bax neft görürsüz, bax nəzarətsizlik nəticəsində də bunlar baş verib. Bu hardan axır ki bu? Orada böyük yüksək təzyiqli bizim Kürsəngidən Qarabağlı neft yatağında neft yığım məntəqələrinə gələn neft kəmərləridir. Bəli. Görürsüz, burada tonlarla neft var. Bəli, tonlarla, tonlar söhbəti deyil ki, o nə qədər neftlər, bax eləmsi ölkən, bax, o da Şirin su kanalıdır. Əhalinin işlətdiyi orada, bax, Şirin su kanalıdır. Sol tərəf, həm o kanal desin. Kürsəngi ərazisi 5-ci sahə, 300... Ehtiyat eləmirlər ki, o şirin sular çiklənə bilər. Heç tədbirlər görürəm. İndi də həmin vəziyyət hökm sürür. İndi mən artıq bir ilə yaxındır ki, mən orada yoxam. Amma siz olanda var idi, hə? Bəli, mən olanda var etsə demək indi də var İlham müəllim. Yəni bunları mən gün işığına çıxardırdım. Mən bunları düzdür, bəzi əməkdaşlar da var idi. Bəzi vaxtlarda çəkirdilər və bizdə o sizə bundan öncə vurğuladım, WhatsApp qrupuna atırdılar. Bəzi əməkdaşlarımız var idi onu edənlər, amma mütəmadi etmirdilər. Yəni bir dəfə edəndə 3 ay, 4 ay heç nə etmirdilər ki, yəni qoy yaddan çıxsın, getsin. Necə hesab edirsiniz? Yuxarı rəhbərlik, deyək ki, SOCAR bu barədə məlumatsızdır, bu video görüntülər görməyiblər. Xeyr, bu görüntülər əfsuslar olsun ki, gizlin saxlanılır. Mən bunu Salyan rayon... Görüşlərimizə xaşı həmin o gölməçəni bir də göstərsinlər. Mən inanmıram ki, SOCAR-ın rəhbərliyi bu barədə məlumatsız olsun. Baxın, bax, bu tam yolun kənarında, düz yolun üstündədir. Bax, bu işləyən Kürsəngi sahəsindədir. Neft, bax, görün, nə qədər, işləyə-işləyə bütün hasilatı bu quyu çölə atır. Siz bu videoları həm də yuxarı rəhbərliyə deyirsiniz, göndərmişsiniz də, SOCAR-ın rəhbərliyinə. Hamısını, SOCAR rəhbərliyinə yox, özlərinə göndərmişəm. Öz rəhbərliklərinə, öz rəhbərliyimizə göndərmişəm və eyni zamanda mən bunları məhkəməyə də təqdim etmişəm. Məhkəməyə də vermişsiniz? Bəli, bəli. Bu videolarda həm də burada göl yaradıblar. Bəli, bax, görürsünüz. Ayda. Bu göl neftdir yoxsa sudur? Neftlə qarışıq sudur. Bax, neftlə qarışıq sudur. Aşağıda da bax fikir versən. Bəli, bax, ora gedib yığılıb bax ora. O tərəfdə görünür yaşayış evləri də. Yaşayış evləri yox, şirkətə məxsus obyektlərdir. Ora yaşayış evləri əks tərəfdədir, arxa tərəfimizdədir. Yəni o kadra düşməyib. Siz dediniz məhkəməyə də vermişsiniz. Bəli. Məhkəmə nə qərar verdi? Mən Sabahı rayon məhkəməsi və apellyasiya məhkəməsinə şikayət etmişəm.
GL şirkətinin mənə qarşı ədalətsiz mövqeyi ilə bağlı qaldırdığım iddialar apellyasiya məhkəməsi tərəfindən qismən təmin edilmişdir. Qismən təmin edilmişdir. Lakin GL şirkəti nüfuz və mövcud resurslardan süni istifadə edərək və məhkəməyə saxta sənəd, yalan məlumatlar ötürməklə barəmdə ədalətli qərar qəbul olunmasına süni maneələr yaradılmışdır. İlham müəllim, mən günahsızam. Mənə atılan bu şərdir. Məni işimə qaytarsınlar, məni işimlə təmin etsinlər. Mənim istəyim odur. Belə başa düşdüm ki, siz dəfələrlə şirkət rəhbərliyindən məktubla müraciət eləmişsiniz. Bəli. Hətta deputatınızla da bu məsələni danışmışsınız. O da şirkət rəhbəri ilə söhbət edib, bir nəticə olmayıb. Məhkəmə də sizi xeyirlicə qərar çıxartmayıb. Bundan sonra nə ümid eləmək olar? Bir barədə mənə də şübhəlidir. Mən güman edirəm ki, buradan mən mövcud vəziyyətdən istifadə edərək Ali Məhkəmənin sədri cənab İnam Kərimova və Ali Məhkəmənin hakimi, hal-hazırdakı mənim işim həmən hakimdir. Hal-hazırda Ali Məhkəmədədir? Bəli. Həmən ki, hakim, mənim işim hal-hazırda həmən hakim tərəfindən baxılır. Əhməd Nurməmmədova səslənirəm və yeganə hakim Ali Məhkəmənin icraatında olan 202-2198/2025 nömrəli iş üzrə vəziyyəti tam dəyərləndirsinlər və ədalətli qərar qəbul etməklərini xahiş edirəm. Biz hüquqi dövlətdə yaşayırıq, bizim məhkəmələrimiz də çox ədalətlidir və məndə o ümid və əminlik var ki, Ali Məhkəmə nəhayət sizin tapdanmış hüquqlarınızın bərpa olunması və yenidən iş fəaliyyətdən başlamağınız haqqında bir qətnamə qəbul edəcək və şirkətə də, bu Salyan Oil şirkətinə biz də bir televiziya əməkdaşı və jurnalist olaraq müraciət edirik ki, bir ailənin, bir şəxsin işdən azad edilməsi bir ailənin, yəni 5-6 nəfərdən ibarət olacaq bir ailənin çörəksiz, maddi təminatdan məhrum olunması deməkdir. Əlavə olaraq bildirirəm ki, Salyan Oil şirkətindəki boru oğurluğu faktı ilə bağlı hüquq mühafizə orqanlarının apardığı cinayət işi çərçivəsində mənim adım şübhəli, nə şübhəli, nə şahid, nə də təqsirləndirilən şəxs kimi keçməmişdir. Bunu hüquq mühafizə orqanlarının aldığım, bax bu sənədlər, bu sənədlər hamısını təsdiq edir. Yəni prokurorluqdan, polisdən aldığım bax bu sənədlər. GL şirkətinin mənə qarşı etdiyi haqsızlıqla bağlı, şirkətdə mənə qarşı qərəzli münasibəti təsdiqləyəcək sübut kimi Salyan rayon hüquq mühafizə orqanlarının GL şirkətinə dəymiş külli miqdarda maddi ziyanla bağlı qaldırılmış 24.07-26.021 nömrəli cinayət işinin təqsirləndirilən şəxs müəyyən edilmədiyi səbəbdən işə xitam verilməsini göstərmək olar. Yəni burada İlham müəllim, görürsünüz, təqsirləndirilən şəxs müəyyən edilmir və işə xitam verilir. Bax, burada hansı oğurluqdan söhbət gedə bilər? Deməli, oğurluq hadisəsi olmayıb. Bax, burada nəydən söhbət gedə bilər? Bax, siz bir... Əgər xitam verilibsə, deməli, oğurluq hadisəsi... Burada göstərir ki, bax, bu polisin sənədində də göstərir ki, təqsirləndirilən şəxs müəyyən edilmədiyi səbəbdən İşin nömrəsi də var. 24.07-26.021 nömrəli cinayət işi. Cinayət işi. Sonda ölkəmizin başçısı, cənab Ali Başkomandan, cənab Prezidentə buradan sizə müraciət edirəm, cənab Prezident. Siz həmişə ölkədə baş verən qanunsuz əməllər barədə sizi məlumatlandırmağımızı tələb etmişsiniz. Yuxarıda sadaladığım bütün faktları sizə məlumat qaydasında bildirməyi özümə borc bilirəm. Sağ ol.